Bugün Dünya Pravoslavları Xristian aləminin ən mühüm və müqəddəs bayramlarından biri olan Milad bayramını qeyd edirlər. Milad bayramı Xristian inancına görə İsa Məsihin Viflehem şəhərində dünyaya gəlməsinin xatirəsinə həsr olunub və Xristianlığın əsas dini hadisələrindən biri hesab olunur. Bu bayram insanlara sevgi, mərhəmət, ümid və sülh kimi ümumbəşəri dəyərləri xatırladır. Xristian dünyasında Milad bayramının qeyd olunma tarixi məzhəblərə görə fərqlənir. Belə ki, katoliklər və protestantların əksəriyyəti Miladı 25 dekabrda, pravoslavlar isə Yuli təqviminə əsasən 6-7 yanvar tarixlərində qeyd edirlər. Bu fərqlilik təqvim sistemləri arasındakı zaman fərqi ilə bağlıdır. Pravoslavlığın geniş yayıldığı bir sıra ölkələrdə Milad bayramı rəsmi dövlət bayramı statusuna malikdir və qeyri-iş günü elan olunur. Bayrama hazırlıq mərhələsi adətən bir neçə həftə əvvəl başlayır. Bu dövrdə evlərdəki, kilsələrdəki və ictimai məkanlardakı şam ağacları bəzədilir. Küçələr və meydanlar bayram işıqları ilə işıqlandırılır. Xüsusi dini ayinlər və ibadətlər keçirilir. Pravoslav kilsələrində Milad gecəsi və bayram günü xüsusi liturgiyalar icra olunur, dualar oxunur. Möminlər bir araya gələrək bayramın mənəvi mahiyyətini paylaşırlar. Azərbaycanda da tarixən müxtəlif dinlərin və mədəniyyətlərin dinc yanaşı yaşadığı məkan kimi tanındığını bilirik. Ölkəmizdə yaşayan pravoslav xristian icması hər il Milad bayramını öz dini ənənələrinə uyğun şəkildə qeyd edir. Bakı və digər şəhərlərdə fəaliyyət göstərən pravoslav kilsələrində Milad münasibətilə xüsusi ibadətlər və dua mərasimləri təşkil olunur. Eyni zamanda Azərbaycanda mövcud olan multikulturalizm və dini tolerantlıq mühiti dövlət səviyyəsində də dəstəklənir. Prezident İlham Əliyev hər il Milad bayramı münasibətilə pravoslav icmasını təbrik edir, onlara ən xoş arzularını çatdırır. Bu təbriklər ölkədə müxtəlif dini icmalara göstərilən diqqətin və hörmətin bariz nümunəsi olmaqla yanaşı, Azərbaycanda hökm sürən qarşılıqlı anlaşma və həmrəyliyin də göstəricisidir. Milad bayramı yalnız dini mərasim olmaqla kifayətlənmir, eyni zamanda insanları birliyə, xeyirxahlığa və mənəvi dəyərlərə səsləyən əlamətdar bir gündür. Bu baxımdan Milad bayramı həm pravoslav icması, həm də ümumilikdə cəmiyyət üçün xüsusi mənəvi əhəmiyyət daşıyır.